Deməli, sualımızda göstərilir ki, soruşulur ki, şəbəkə avadanlıqları aktiv şəbəkə avadanlıqları. Deməli, naqilsiz şəbəkə avadanlıqları nə adlanır? Şəbəkəyə qoşulma aktiv şəbəkə adlanır. Bunlara nə misal olar? Wi-Fi-nin özü elə nədir? Aktiv şəbəkədir. Düzdür? Wi-Fi aktiv şəbəkədirsə, Wi-Fi təşkil etmək üçün istifadə olunan bütün avadanlıqlar aktiv şəbəkə avadanlıqları adlanır. Baxın, modem. Modemin özü aktiv şəbəkə avadanlığıdır. Düzdür? Bəli, bəli, bəli. Sonra Müəllimə, modem olmadan işləyə bilməz axı. müəllimə, naqil deyəndə enerjinin naqili nəzərdə tutulmur. Naqil deyəndə internet verən naqil nəzərdə tutulur. Bax, biri var, kompüterimiz var. O tokdan söhbət getmir, enerjiden söhbət getmir. Söhbət, beğenmez mi? Söhbət Wi-Fi-dan gedir. Yəni ki, Wi-Fi nə mənada? Vmax falan da ola bilər. Sırf Wi-Fi şərt deyil. Yəni söhbət internetdən gedir. Yəni söhbət internetdən gedir. İnternetin naqilindən gedir. Baxın müəllimlər, AJ45 bağlayıcısı 10-cu 11-ci sinifdə summativlərdə həll elətdirir uşaqlara. Bu bağlayıcı sizdə aktiv şəbəkə avadanlığıdır, yoxsa pasiv? Pasiv. Bəli. Onun vasitəsilə internetə qoşuluruq. Amma o AJ45 olmasa, eləcə modemlə qoşulsaq, bu artıq aktiv. Yəni aktiv şəbəkə hesab olunur. Amma modemin özü naqilsiz qoşulursa, o cürə də. Naqilsiz Pasiv isə müəllimə sözünü kəsdim. Pasiv avadanlıqlar elektrik şəbəkəsindən yaxud başqa mənbələrdən qidalanmayan avadanlıqlardır. Bəli. Dediyim yerə. Bəli. Baxaq, deyir, kabelli şəbəkələr üçün hansı avadanlıqlar istifadə olunur? Baxın, müəllimlər, 3 növ kabelimiz var idi. Hansı var idi bu 3 növ kabelimiz? Deməli, müəllimə, optik, fiber optik idi, koaksial idi. Bəli. Çatılmış cütlük. Bəli. Müəllimlər, bunlardan ən bahalısı hansı idi? Baxın, bunlar pasiv avadanlıqlardır. Hansı idi? Müəllimə, bunlardan ən bahalısı mənimcə fiber optikdir. Bəli, fiber optik. Həm də ən sürətlisidir. Bəli, həm də ən kövrəkdir, tez sıradan çıxır. Bəli. Yönləndirici nədir müəllimlər? Yönləndirici rotordur. Rotor yönləndiricidir. İndi şəkillərdə göstərəcəm hamısını qalan balı. Bəli, yönləndirici rotordur. Baxaq, simsiz şəbəkə qurmaq üçün hansı avadanlıqlar lazımdır? Baxın müəllimlər, simsiz şəbəkə deyəndə yenə deyim, söhbət naqilsiz, o naqil deyəndə cərəyandan söhbət getmir. Şəbəkə yalnız internetdən söhbət gedir. Bizə internetin ötürülməsindən danışırıq burada. Deməli, burada simsiz şəbəkə qurmaq üçün avadanlıqlar deyəndə başlıca avadanlığımız hansıdır müəllimlər? Təbii ki, modem. Modem. Bəli. Simsiz şəbəkələrin hansı üstünlükləri və çatışmazlıqları var? Baxın müəllimlər, simsiz şəbəkələrin çatışmazlığı odur ki, müəyyən bir məsafə söhbət var. Görürsünüz, adicə Wi-Fi-dir. Görürsünüz, biraz evdən uzaqlaşanda Wi-Fi tutmur. Bu onun çatışmazlığıdır. Bu, amma üstün cəhəti hansıdır? Üstün cəhəti odur ki, naqilsiz rahat şəkildə istifadə, müəyyən bir, belə deyim, əhatə dairəsini əhatə edir. Həmin hissələrdə, yəni nəzərdə tutulan qədərdə, məsələn 10 metrmi, 20 metr, baxırda internetin özünün sürətindən, quruluşundan. Bu məsafələrdə istifadə edə bilir interneti. Baxın müəllimlər, erişim nöqtəsi bəs nəyə deyilir? Məsələn, belə bir şey soruşsalar bizdən. Nədir erişim nöqtəsi? Müəllimə, elə ki, əl çatan da, yəni belə deyək, onu necə deyək, əl çatan, istifadə olunan. Harada ki, bəli, internetdə qoşulur, bu bizim üçün erişim nöqtəsi sayılır. Bir şəbəkə. Əl çatandır. Bəli, şəbəkə keçidi. Müəllimlər, şəbəkə keçidi nədir bəs? Şəbəkə nəyi? Şəbəkə keçidi nə adlanırdı? Şlüz. Aysa.
Bəli. Bəs körpünün deyir hansı oxşar və fərqli özəllikləri var? Baxın, şülüzlə körpüyə həm də bridge də deyilir. Müəllimlər, bridge var, bir də switch var. Bunların bir-birindən fərqi nədədir? Adi masaüstü kompüteri simsiz şəbəkəyə qoşmaq üçün nə lazımdır? Təbii ki, müəllimlər, bizə nə lazımdır? Simsiz şəbəkəyə qoşmaq üçün. Hadi. İkinci bəs? Şəbəkə kartı. Şəbəkə kartı. Əgər kompüterin daxilində, Kartı. bəli, kompüterin daxilində həmin şəbəkə kartı yoxdursa, deməli biz bu kompüteri aktiv olaraq ümumiyyətlə simsiz Bəlkə şəkildə o daxildə də ola bilər. Kart kimi belə slota qoşula da bilər də yuvaya. bəli, bəli. Baxaq müəllimlər, burada şülüzlərin şəbəkədən, körpüdən danışılır. Baxın, müəyyən bir məqsədlər üçün nəzərdə tutulmuş başqa avadanlıqlar, bunlar hansı nümunə ola bilər? Məsələn, körpü. Körpü nə edir? Şəbəkəni alt şəbəkələrə ayırmaq və lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudur. Yəni, bunu kitab dilində yox, lor dilində deyək. Nədir başa düşürük? Sizcə nədir körpü? Yəni, müəllimlər, lokal şəbəkələr. Baxın, internet Bakıdan Obişdən ötürülür bizə, düzdür, bazadan. O bazadan bölgələrə ayıran körpüdür. Müəyyən zonalara, hər an öz yaşadığı, məsələn, İmişli, Ağcabədi, bir-bir zonalara ayırır. Bu işi nə görür? Körpü görür. Ona görə körpüyə deyirik ki, şəbəkəni alt şəbəkələrə ayırmaq və ya lokal şəbəkələri birləşdirmək üçün istifadə olunan qurğu körpüdür. Sonra, baxaq, şəbəkə keçidi. Deməli, şəbəkə keçidi isə informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu olaraq istifadə olunur. Yaxud şülüz tətbiq olunur. Deməli, bunlar nədir müəllimlər? Şəbəkə keçidi və yaxud da şülüz informasiya mübadiləsini gerçəkləşdirmək üçün, yəni ki, ötürülən informasiya, bir də qəbul edilən informasiya. Bax, bu mübadiləni gerçəkləşdirmək üçün, yəni yerinə yetirmək üçün istifadə olunur. Əgər şülüz olmasa, biz informasiyanı ya eləcə alarıq, ya ötürərik. Yəni, qarşılıqlı mübadilə etmək mümkün olmaz. Bu hansı sinifdəndir? Onda yoxdur belə bir şey. Yəni, Onda 11-də. təzə kitabdır. Yeni kitabda, 10-cu sinif yeni kitabdır. PDF-sini atmışam qrupa. Bəli, Onu götürməmişəm mən. bəli. Mənlər bu məlumatı qrupada atıram. Ötüb keçib baxın tez-tez ya qayda dəftərinizə Mən bu səhifə neçədədir 10-cu sinifdə? yazın. İndi deyirəm mənim. 4-cü bölmədə səhifə 139. Məndə yoxdur. Mən götürməmişəm onu. Götürəydim. Aha, yəqin ki, siz köhnə kitabdan istifadə edirsiniz, ona görə. Hə, köynədir məndə. Bu şəkil var, ancaq o yoxdur. Hə, təzədə bəzi dəyişikliklər var, bəzi izahlar var. Atdım mənlər qrupa. Çalışın qayda dəftərinə yazın, əzbər öyrənin. Yəni, yadda qalmışsa da əzbər öyrənin. Baxın, Wi-Fi adaptörü, USB portu falan, yəni burada hamısı göstərilibdir. Bir də burada ardıcıllıq necədir? Baxın, bu hissədə, baxın bu şəkildə kompüterləri birləşdirən bir-birinə nədir? Müəllimə, kompüterə birləşdirən Baxın, bu qurğunun adı nədir müəllimlər? Wi-Fi adapteri. Yox, Wi-Fi adapteri başqadır. Baxın, biz şülüzdən, körpüdən, switchdən danışdıq. Bax, bu hansı qurğudur? Şəbəkə keçidi, bildim. Bəli, bu şey. Sonra ADSL. ADSL nədir bəs müəllimlər? Bax, fikir verirsiniz. ADSL bir neçə xətt. Asinkron qoşulma. Bəli, bir neçə xəttdən istifadə etməni mümkün edən qurğudur. Baxın, ADSL olduğuna görə həm telefondan istifadə oluna bilinir, həm telefondan, həm kompüterdən eyni anda hər ikisinə baxın, eyni anda istifadəyə imkan verir. Deməli, ADSL nədir? Eyni anda bir neçə şəbəkəyə qoşulmanı təmin edir. Bax, qayda dəftərimizə beləcə qeyd edək.
Müəllimlər, Wi-Fi adapterlərdir, simsiz erişim nöqtəsi. Baxın budur. Bax budur. Modem demək, hardakı internetə qoşulursunuz, bax odur. Simsiz erişim nöqtəsi. Bir də router var, simsiz yönləndirici. Onlar da adlanır routerlar. Deməli, müəllimlər, düz də deyirəm. Simsiz erişim nöqtələri nə oldu? Bayaq bilmədiyimiz sualdır. Wireless Access Point açılışı. Yəni, VAP-lar naqilli və naqilsiz ola bilər. Yəni, bir sözdən, harada biz internetə qoşuluruqsa, stasionar, baxın, lokal şəbəkəyə çıxışını təmin etmək üçün istifadə olunur. Burada kitab dildə yazıb, elmi dildə yazıb. Yəni, loru dildə deyək ki, harada internetə qoşulursunuzsa, o simsiz erişim, simli və yaxud da simsiz ola bilər. Təbii ki, wireless simlidir, wireless simsizdir, wire də simlidir, lessiz yazanda simlidir. O bilər açılışını soruşar sizdən. O da nə adlanır müəllimlər? Simsiz erişim nöqtəsi nə adlanır müəllimlər? Bax, bunu qayda dəftərinizə yazın. VAP. Belə bir xüsusi suallar da soruşula bilər. VAP. Deməli, VAP-lar nə oldu? Wireless Access Point. Yəni, simsiz erişim nöqtəsi. Lokaldan. Müəllimə, internet də bulandı da elə. Bəli. Bir də müəllimlər, kommunikatorlar. Kommunikatorlar nələrdir? Kommunikatorlar daha doğrusu. Məktəblərdə falan görürsünüz, bir neçə kompüterə birləşdirib, hamısına elə bil interneti naqillə ötürmək üçün istifadə olunur. Kommunikator necə quruldu müəllimlər? Aktiv, pasiv sizcə? Aktiv, pasiv. Müəllimə, aktiv. Kommunikator, axı dedim, burada naqil var, naqildən gelir. Naqildən. Bütün kompüterlərə, bəli, bu da soruşula bilər. Bütün kompüterlərə naqillər vasitəsilə ötürüldüyünə görə kommutator pasiv qurğudur. Bu kommutatorların növləridir. Yönləndirici və loturlar. Lokal şəbəkəni internetə əlaqələndirmək üçün, bax, beləcə də qayda dəftərimizə yazaq. Lokal şəbəkəni internetə yönləndirici, birləşdirmək üçün yönləndirici və yaxud da rotorlardan istifadə olunur. Müəllimə rəqəmsal usullardan qoyulur. Ondan lokal şəbəkəni birləşdirmək. Aysa o, bəli, müəllimə, bəli, istifadə olunur. Görürsünüz, naqillərdir deyə, orada kompüterə şunursuz işləmir, Wi-Fi söhbəti yoxdur orada. Elə gərək şunuru qoşasınız ki, kompüterdə internet olsun. Ona görə də bunlar necə qurğulardır müəllimə? Pasiv qurğulardır. Görürsünüz, orada internet söhbət, yenə deyirəm, cərəyandan getmir, internet bağlantısından gedir. Əgər internet bağlantısını naqilsiz, bir sözlə də bağlayıcısız, şunursuz, lord ilə deyə götürürsə kompüter və yaxud da telefonlara da olur bəzən. Bu adlanır nə? Aktiv. Amma naqil vasitəsilə qoşulursa, bu artıq pasiv bağlantıdır. Baxaq. Baxaq. Toparlayıcı. Hublar nədən ötürüdür? Baxın, müəllimlər, hublardan da həmişə suallar düşür. Bir də mövzu standartlara görə verilənlərin ötürülmə sürəti 10 megabayt, 100 megabayt, 1 gigabayt və 10 gigabaytla müəyyən olunur. Uzun məsafələrə ötürülmə adətən 100 megabitlə 10 gigabit arasında dəyişilir. Aşağı sürətli, orta sürətli, yüksək sürətli, belə bölünür də deyəsən. Bəli, o kitabda qeyd olunmalıdır, hansı sessiyada bilmirəm. Bir də müəllimlər, bir ola bilər ki, siz hava limanlarında tətbiq olunan toparlayıcı, yəni hubların sözünü eşitmişsiniz. Baxın, görün nə maraqlı misal göstərir. Deyir, səyahətçilər bir yerdən başqa yerə getmək üçün müxtəlif toparlayıcılardan keçirlər. Verilənlərin ötürülməsində də toparlayıcılar bənzər şəkildə işləyir. Yəni ki, bu bir növ yoxlayır. Ötürülən informasiyanın hansı formada, hansı qaydada, necə ötürüldüyünü yoxlayır, həm də yığcamlaşdırır. Yəni, informasiyanı bir yerə toparlayır.
Başqa burada müəllimlər şəbəkə kabelləri Cat5, AJ45, yeni deyirəm müəllimlər, AJ45 bağlayıcısı pasiv avadanlıqdır. Şəbəkə kabeli Cat5-dir. Bu da pasiv avadanlıqdır. Müəllimlər bu şəkil ola bilər bizdən soruşaq ki, hə bu qurğunun adı nədir? Bu qurğunun adı şəbəkə kartıdır. Şəbəkə kartından nə üçün istifadə olunur? Təbii ki, internetə, Şəbəkəyə qoşulmaq üçün. bəli, internetə, yəni şəbəkəyə qoşulmaqdan ötürü istifadə olunur. Biraz sadə mövzulardır. Yedim, ola bilər ki, bizdən. Bir də müəllimlər, nik nədir bəs? Bax, bizdən soruşurlar ki, nik nədir? Nədir müəllimlər nik? Nik nədir? Mən şəbəkə interfeys kartı. İlqar müəllim, bax, elə bu kart nik adlanır. Bax, bunu elə nik deyirlər. Yəni ki, network, interface, kart. Şəbəkə elə bir ki, adapt edir. Bəli. Baxın, deyir, burada da yazıbdır. Hə, burada da var yazılıb. Deyir ki, ona bəzən şəbəkə kartı da deyilir. Bir də müəllimlər, yaxud Ethernet adapteri deyilir. Bax, nik. Bax, bu ola bilər. Bax, bu xırdalıqdır. Elə bunu soruşa bilərlər. Nik, Ethernet. Sonra, hə, nik, Ethernet. Bir də dedik, nə deyirlər ona? Elə də şəbəkə kartı. Və yaxud da şəbəkə interfeysi. Şəbəkə kartı, şəbəkə interfeysi. Oldu. Şəbəkə interfeysi. Bunları beləcə yadda saxlayın. Bu qayda dəstənizə mütləq qeyd edin. Deməli, nik nə oldu müəllimlər? Şəbəkə kartı, bir də deyirəm, yaddan çıxmasın deyə. Dönə-dönə deyirəm. Nik nə oldu müəllimlər? Şəbəkə kartı. Aydındır. Şəbəkə kartı nədir? İnternetə qoşulmaq üçün lazım olan, deyim, kompüterin daxilinə yerləşdirilmiş. Balaca kiçicik, elə şəkildə biz böyükürsən, balaca kiçicik bir platadır. Platanın üzərində mikrosxemlər yerləşdirilibdir. Lövhədir daha doğrusu. Lövhənin üzərində mikrosxemlər, platalar yerləşdirilib. Deməli, Ethernet adapteri. Çaldım. Antrenör. Switchler. Gider. Deməli, Switchler'e sürü. baxın, aktiv avadanlıqlar deməli, şəbəkə avadanlıqları da iki yerə ayrıldı. Hansılar oldu müəllimlər? Pasiv avadanlıqlar, aktiv avadanlıqlar. Aktiv avadanlıqlar müəllimlər hansılar oldu? Passivlər hansılar oldu? Bir dəfə də təkrar deyək, adlarını çəkək. Baxın, buradakı gördüyünüz avadanlıqlardan, baxın bunlardan hansı aktivdir, hansı passivdir? Deməli, aktiv şəbəkə avadanlıqlarında naqildən istifadə olunmur. Pasiv, yəni internetə qoşulmadan söhbət gedir. İnternetə qoşulmada, yəni şəbəkəyə qoşulmada nələrdən istifadə olunmur? Aktiv şəbəkə avadanlıqlarında naqildən istifadə olunmur. Cat5, RJ45 bağlayıcısı. Bunlar hamısı hansı avadanlıqlardır? Bunlar hamısı pasiv şəbəkə avadanlıqlardır. Çünki naqildir də, naqillə qoşulur kompüter bir-birinə. Adi naqillərdə də. RJ45 bağlayıcıdır. Cat5 də kabelin özüdür. Baxın, simsiz erişim nöqtəsi. Adından görüldüyü kimi, simsiz erişim nöqtəsi simsiz olduğuna görə, naqilsiz olduğuna görə aktiv şəbəkə avadanlığına aiddir. Wi-Fi adapteri. Wi-Fi adapterinin özü də elə aktiv şəbəkə avadanlığıdır. Söhbət Wi-Fi-dan gedir, yəni şunursuz, naqilsiz, qoşulmadan gedir internetə. Müəllimlər, körpü, şəbəkə keçidi və şülüz. Bunlar nə üçün idi? Nə üçün istifadə olunurdu? Şəbəkəni şəbəkəyə ayrılmaq Düz istilər. üçündür. Lokal Bəli, müəllim. şəbəkənin qlobal şəbəkənin arasında əlaqə. Bir də müəllimlər, burada sonda hubdan söhbət gedir. Hub və yaxud da hub deyirik biz. Bunlar nə oldu? Əvvəlli qurğudur, amma tam olaraq anlamadım onu. Baxın. Bu qrupa atacağım məlumatı. Ola bilər soruşarlar bunun haqqında.
Müəllim, hatta hub yazılır. Tam şeylərin şəbəkəyə qoşulması üçün istifadə olunur da o da müəllimə. Təbii ki, dərsdə söhbət ondan gelirsə. Bir dəqiqə mən şəkilli formada istəyirəm atım. Çünki şəkildə daha yaxşı görürsən. Daha yaxşı başa düşmək mümkün. Asıl müəllimlər qrupa bunda qəşəng-qəşəng qayda dərslərimizə qeyd edin. Bunda yekunlaşaq keçək dərsimizə. Gələn dərsdə çalışacağım 3-cü bölməyə baxaq 11-ci sinif kitabının. Digər bölmələr haqqında məlumatda video şəklində qrupa atmışam. Deməli, hubun şəklində baxaq şəklində hubun. Bir dəqiqə şəkil aldım. Bu kimdir? Baxın məmlər, hub bu qrupudur. Bir yox, bir neçə kompüteri qoşmaq istəyirsiniz. Həmin qrupudur hub. Bir qrupa atın. Buradan rahat baxın. Bu qədər. İndi keçək dərsimizin izahına. Daha doğrusu sınav imtahanından qalan sualların izahına. E, 20 suala qədər izah eləmişdim. Düzdür müəllimlər? 20-də qalmışdı. Daddy. Ha, Daddy. ay gel de meyve sat olsun.
Müəllimlər, lövhədə görsəniz suallar. Səsdə, görüntüdə problem olsa, zəhmət olmasa deyin. Qalmışdıq 20-ci sualda. Müəllimə, bizə dəqiqə 18-in cavabını deyin də, onun hansıydı? Ya mən deyim sizə yazmamışam. Doğrusu, Müəllim, 18-də deyir ki, ədədinin ikilik təsvir formasında neçə sıfır rəqəmi var? Yəni 296 onluq say sistemindədir. 10 çevirirsiniz ikilik say sisteminə, bu da sıfıra sayını sayırsınız sadəcə. onu tapacağım onu. Onda kesin O baxımdır mənim evə. şeyti var, ya. Sağ olun. Qraf medir aşağı. Qrafa baxdıq müəllimlər. Pythona baxmalıyıq. Cəmi, müəllimlər, səhv bilmirəmsə 20-yə baxdıq. Ədədlərin cəmi birdən nə qədər ədədlərin cəmi daxil olmaqla. Baxmışdıq müəllimlər 20-yə. Hə, deyirəm, bax, tanış gəlirsən. Hə, onda vaxtınızı almayın. Əlavə 21. Müəllimə, 21'e siz 23'ü gösterirsiniz. Bilirəm mən 21 artıq götürdüm, indi ekranda paylaşın. Dörtdə səhifədə izah edilməli. Çünki belə testlər üzərində yazsaq daha aydın görsənir. Baxaq, deyir ki, B2 oyğunda yerləşən D2 plan düsturu C3 xanasına köçürülmüşdür. Baxın, burada B2'deyik. B2-dən C3'ə gələndə nə qədər irəliləyirik müəllimlər? Her bir 50'lik, 3'ten de ikinci sanda 1. Bəli, bir sütun irəlilədik, bir dənə də sətr irəlilədik. Düzdür? Bir Sətr sütun, bir olacaq. sətr. Bəli, düsturumuzu da eyni qayda ilə irəlilədirik. Bir sütun, bir sətr. Vurulsun. Əgər hansının qarşısında işarə yoxdursa, hansının qarşısında işarə varsa, onlara dəymirik. Qalır öz yerində. Sadəcə C2'miz dəyişir. Nə olur müəllimlər? A, B, C, D. Bu da 3. Vurulsun. Çox sadə, rahat bir misal. İnşallah ki, əminəm ki, imtahanda da belə suallar düşəcək. Hamınız deyəsiniz ki, müəllim necə rahat bir imtahan. Bəli. Bəli. Baxaq 22-yə. Bir uyğunluğu müəyyən edin. Funksional klavişlər xidməti, klavişlər, kursorun idarə olunması, klavişlər. Deməli, şəna klavişlər F1. Bəli. 2 xidməti klavişlər. Deməli, ondur. Bəli. Bir də kursorun idarə olunması. Kontrol, tab. İlqar müəllim, kursorun idarə olunması klavişləri. Xidməti klaviş kontrolla tabıdır. CD var ya, budur. Bəli. CD-dir. Bəli. Deməli, müəllimə, birinci funksional klavişlər. Bəli. F1. Xidməti klavişlər. Deməli, peyzat da var burada. Bəli. Tabdır. Kontrol. Kursorun idarə olunması da
Bəli. Hə, müəllimə. Üçüncüdə kursor tabdır, BD-də, BD, Bəli. bir deməli B, 2, B, sonunda hansı bənd olur, müəllimə? A'dan E'dir. C var. D bəndi. C variantı, hə. Yox, C yox. D müəllim, D. C bəndi, hə. Çünki bir B'dir. Hə, bir B'dir. Bəli. C bəndi. Bəli. Keçək növbəti sualımıza. Baxın. Bu maraqlı sualdır. 23-cü sual. Bir Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Codera Akademi.az sözləri yazılıbdır. Şimdi bizə deyir ki, A.find yəni nə deməkdir A.find düz xəttir? Altdan xəttin indeksini tapın və B-yə mənimsədin. Görək, burada 0-dır, 1, 2-dir, 3, 4, 5, 6. Deməli, burada B-imizin qiyməti 6-dır. C-nin qiymətini təyin edilmədən ötürü də A sətrini, bəli, bunu belə oxuyuruq müəllimlər. Şagirdlərə dərs keçəndə də A sətrindən nöqtənin indeksini tapırıq. A sətrindən nöqtənin indeksini tapırıq. Bu da 6, 7, 8. Çalışın bu sualları şagirdlərə keçin. 9, 10, 11, 12, 13, 14. Deməli, bunun qiyməti 14 oldu. Sonra deyir ki, M-ə nəyi mənimsət? M-ə A sətrindən, bəli, B-yəcən olan hissəni. Əvvəldən, yəni sıfırdan, 2 nöqtə nə deməkdir? Sıfırdan başla. Sıfırdan B-yəcən. B-imiz neçəydir mənimlər? 6. Deməli, 6-nı da götürmürük. 0, 1, 2, 0, 1, 2, 3, 4, 5. Kodera sözümüzə. Abisi, M-imiz Kodera sözünü alır. Kodera bu qədər sadə. Sadə misalda əslində, burası diqqətli olmaq lazımdır. M-imiz Kodera sözünü götürdü. Y dəyişəninə deyir mənimsət. Ne var ya? Sınıfta ne var? Maraqlıdır mənim. İnşallah uşağınız imtahanda da gətirər. Amma çalışın başa düşün sualları. Deməli, burada nə edirik? Deyir ki, 7-dən 14'e qədər. 14-ə cin götür. Onda hansı sözlər götürənlərlə? Akademi. Bəli, burada da akademi sözünü götür. Kiçiklə yazıb burada. Akademi sözünü götürərik. Burada da akademi sözünü götürərik. Deyir, M nöqtə kapitalist. Yəni ki, kapitalist neyini? Yalnız birinci hərfi böyüklə yazır. Üzərinə əlavə elə, yəni M deyir kapitalist, üzərinə Y-nin kapitalizmini əlavə elə. Baxın, nəmlə, burada bitişik yazılacaq bir-birinə, çünki ara məsafə yoxdur burada. Sadəcə adicə toplayırıq. Biz yadda saxlayaq ki, sətr tipində verilənləri adi qayda ilə toplayanda onlar bir-birinə həmişə bitişik yazılır. Onda burada, Onda B bəndirdə. bəli, kapitalizmlə yazırıq da, amma bəli, Kodera və akademi sözləri bu qaydada yazılmış olar. B bəndi, yəni ki, belə qeyd edirsiniz. Yəni B bəndi. Sadəcə diqqət tələb edən sualdır məmnun. Bu da yəni düşə bilər bu sualda bizə. Ona görə diqqətli olaq bu sualda da.
Əla sualdır. Sahə tipləri. Müəllimlər, əsas sahə tiplərimiz hansılar idi? Memo, currency, Hı hı. sterling, statement. Bəli. Bəs onu aşağı. Əla. Onda hansı variant olar? 1, 3, 4, 6. Bəli. E Memo, var. currency. Müəllim. Bəli. Düz. Hı, düz. Süper. Bəndi müəllimə, hansı bənd? E bəndi, E. Hə, etibar. Hətta İlqar müəllim, siz də E demədiniz. Hə. Baxın müəllim, bir də deyirəm. Memo tipidir. Memo tipidir. Siz yazanda görürsünüz memo tipindən istifadə edirik verilənləri daxil etməkdən ötürü. O ki, aksesdə cədvəl qrup yazırdınız, siyahı, müəllimlərin siyahısı, şagirdlərin siyahısı. Bax, o siyahını quranda tiplərin də qarşısında müəyyən eləməliyik ki, məsəl üçün, hansı tipdə yazım. Memo tipində yazsam, adi qaydada sətr tipində verilənlərin adlarını daxil edə bilərəm. Ondan sonra hiperlink. Hiperlink neyinirdi? Hər hansı bir internetdən link yerləşdirə bilirdim. Yəni onun üzərinə çıxıb bir başqa sayta daxil olurdu. Dördüncü isə currency pul vahidi idi. Məsəl üçün hər hansı bir pul vahidi, dollar olsun, manat olsun, evro olsun. Yəni, bu qaydada ifadə eləməkdən ötürü. Bu təbii ki, malın adı falan və satışa çıxarılan hər hansı bir məhsul üçün nəzərdə tutulur. Ondan sonra 6-ya baxaq. 6-da isə date time, yəni zamanı bildirir. İndi şagirdin, məsəl üçün, məktəbə daxil olması, məktəbdən çıxması və yaxud da müəllimin işə başlama tarixi falan belə bir şeylərin yanında data time seçə bilərik. Yəni sahə tipi olaraq bunu seçə bilərik. Ona görə Y variantı. Yazın, əzbər yadda saxlayın bunu. Baxaq digərlərinə. Python testlərinə baxaq. Çox sadə testlərdir Python testləri. Ümid edirəm ki, sizə də sadədir. Düzdür müəllimlər? Sadə testlərdir müəllimlər. Həqiqətən çətin deyil. Sırf sertifikasiya səviyyəsində olan tapşırıqlardır. Baxaq, bir dövrün gövdəsi neçə dəfə icra olunar? Yəni, dövrün gövdəsi neçə dəfə icra olunar? Nə deməkdir müəllimlər? Burada bizdən nə istəyir? O vaxta qədər ki, müəllimə, deməli, avrat B, yəni 5-in 1-ə vurmaq, deməli, A-mızı B-yə vuranda, 5-i 1-ə vuranda, 8-dən. İlqar müəllim, Onda A-nı isə 2 əlavə eləyəcək, B-ni də 2 dəfə artıracaq. bizdən qiyməti soruşmur. Yəni, bizdən neçə dəfə dövr elədiyimizi soruşur. Yəni, o qiymət Bilirəm, müəllimə, yəni o vaxta qədər dövr eləyəcək ki, 8-dən böyük olsun da, onda dayanacaq. bəli, bəli, yox deyib də dövrdən bizi çıxarsın. Bəli, Mən onu demək istəyirəm. bəli müəllim. 9 dəfə dövr eləyir. A-la B-nin cəmi 5 eləyir. Baxaq, birincidə deyirik ki, 5 kiçikdirmi 8-dən? Deyirik ki, hə, Bəli. ödədi şərtimiz. Sonra düşürük dövrə. A-nın üzərinə baxın, 2 əlavə edirik. A neçə idi qiyməti? 5 idi, artıq oldu 7. B-mizin də qiyməti artır, çox artır B-mizin qiyməti 1 idi. Biz də 2-yə vurduq, elədi 2. Sonra
Bizim, baxın, burada sərbəstimiz var. Sərbəst amma dövrün sonundadır. Ona görə sərbəstdə hələ baxmırıq. Yenə dövrə qayıdırıq. Yenə A ilə B-nin bir-birindən hasilini müqayisə edirik. Deyirik ki, 7 dəfə 2, yəni 14. Dedim 8-dən. Deyirik, yox. Deyil, deyil. Yox deyən kimi də neyir? Bizi dövrdən çıxartmış olur proqram. Proqram bizi dövrdən çıxarmış olur. Ona görə də bircə dəfə dövr eləyir. Baxın müəllimlər, bu ikinci dəfə sorğu aparmağımız o demək deyil ki, ikinci dəfə dövr eləyir. Sadəcə olaraq sorğu aparırıq. İndi deyirəm ki, aydındır. Bəli, bəli, bəli. Bir Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Birinci de x kiçikdir 3'dən. Hə, 0 3'dən kiçikdir. Onda x'imiz 4 olur, y'imiz də 1 olur. Sonra 3 kiçik 1 kiçikdir 3'dən. Hə, onda x'imiz olur 5, y'imiz olur 2. Üzerine, yani sıfırın üzerine bir əlavə istəyirəm. X'imiz 3 diye 3'ün üzerine bir əlavə edirik, eləyir 4. İ dəyişəninin də qiyməti, i dəyişəninin qiyməti sıfırdır. 0 idi, oldu 1. Bəli, baxırıq ikinci dövrümüzə. İkinci dövrümüzdə yenə müqayisə edirik. İ dəyişəninin qiyməti bu dəfə 1. Deyirik 1 kiçikdirmi 3'dən? Deyirik, hə. İkinci dəfə də dövrə daxil oluruq. Bu dəfə nə edirik? Deyirik, sıfırın qiyməti x bərabərdir. X-ə nəyi mənimsədirik? X-in qiyməti 4 idi. Üzərinə 1 əlavə 4 edirik. də gələk 1. Artıq 5 olur. İ dəyişəninin qiyməti, baxın müəllimlər, i dəyişəninin qiyməti 1 idi. Özünün təzədən bir də 1 əlavə edirik, 2 alınır. Bir də dövrə daxil oluruq. Deyirik ki, 2 2 idi 3'dən, bəli. yenə x bərabərdir. X-imizdə bir vahid Altı. artırırıq. İ dəyişəninin qiymətində baxın, avtomatik burada baxırıq ki, bir vahid artırırıq. Misalları biraz çox həll eləyəndə müəllimlər, artıq bir-bir gedib bəzən, əksər hallarda heç gedib bir-bir dövrləməyə ehtiyac yoxdur. Avtomatik bilirik ki, proqram hansı işi görür və proqram qiymətini Bəli, artırır. y'imiz də 3 oldu. Aha, bəli, burada artıq, bəli, i-nin qiyməti 3, x-in də qiyməti 5 idi, oldu 6. 6. Bu dəfə də 3 müqayisə edirik. kiçikdir, 3 kiçikdir 3'dən, yox, 4'dən çıxır. Qırx dövrdən. Və bizdən nəyin qiymətini istəyir? X-in qiymətini istəyir. X-in qiyməti də 6. Cavab B bəndi. Müəllimlər, bir bəndini bəli götürə bilərik. Sərbəstə ehtiyac yoxdur. Burada sərbəst yoxdur. Müəllim, orada sərbəst yox idi ki. Müəllimə, lap həsəd elədim mən. Necə? Həsəd apardım, həsəd. Niyə mənim? Bu quşların səsinə. Hə, bəli, təmiz havada. Siz də çalışın kompüterdən, telefonla ümumiyyətlə çox məşğul olmayın. Məşğul olanda təmiz havada dayanın. Çünki qış uzun onsuz da təmiz havada qalmırıq. Biz də Bizdə kompüterdən... səhər-səhərdir. Səhər-səhər bir bağladı. Ondan sonra Bəli. Ən azından sağlam. Çalışın təmiz havada çox qalın. müəllimə, inşallah imtahandan sonra. Yenə oxuyun da, təmiz havada dayanmasın. Gərək fərqi nə ki? Usta da bilir ki, siz sertifikasiyaya gedərsiniz, sizi dəstəkləyir. Siz deyəndə hamımız, mən daxil olmaq. 16 megabayt həcmində olan qrafik təsvirin palitrasında rəng çalarları 256 dəfə azalan zaman
256 dəfə azalan zaman həcmi 1 megabayt azalmışdır. Qrafik təsvirin ilkin, baxın, çox maraqlı sualdır. Düşündürücü sualdır. İlkin deyir təsvirin, qrafik təsvirin ilkin rəng çalarlarının sayını tapın. İlkin rəng çalar. Baxın, rəng dərinliyi demir ha. Burada diqqətli olun. Rəng çalarını deyir tapın. Əgər 16 megabayt həcmi varsa, hər hansı bir yəni şəkil deyək də, qrafik təsvir şəkildir. Deyir rəng çaları 256 dəfə azalır. Baxın, həcmi isə 1 megabayt azalmışdır. Deməli, 16 megabayt idi əvvəlki həcmi. Bu ilk həcmidir. Həcmi 16 megabayt olanda biz bilirik müəllimlər nə qədərdir bunun həcmi? Xeyr, x. Bəs yaxşı, 1 megabayt nə vaxt azalmışdır həcmi? Deyir ki, 256-ya azalan zaman 1 megabayt azalıb həcmi. Deməli, 15 olur. Düzdürmü? 15 megabayt olanda da x çıxılsın. Baxın, 256 dəfə azalan zaman. Yəni ki, x bölünsün 256 dəfə azalıb baxın. Yanında da yaza bilərik, fərq etməz. Yəni, bu qaydada yaza bilərik. Müəllimə, onu tənasüb də qura bilərik də. Bəli, bəli. Necə yazmışsınız İlqar müəllim? Deməli, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Çarpaz vurarıq da. Bəli. Deməli, 15x bərabərdir 16 bura x minus 256. Bəli. Onda 15x bərabərdir 16-2 çıxar, 16-nı da 256-ya vuracaq. 16. Bircə dəqiqə vurun müəllimə. Onu mən eləyim bu saat. 16 bura 256. Müəllimə 4096. X də bərabərdir 4096. Düzdür müəllimə? Diqqətli olun İlqar müəllim. İndi onu da çöndərəcəyik də, çevirəcəyik. Müəllimə bir dənə həllini yazardıq da, mən bu məsələni başa düşməmişdim. Yaxşı, yazaq həllini. Baxın, belə də fikirləşə bilərik. Hər hansı bir qrafik həcmli informasiyadır, 16 megabaytdır. Baxın, 16 megabayt olanda onun həcmini biz bilmirik ki, belə deyim, rəng çaları və yaxud da rəng palitrası nə qədərdir. Ona görə x də götürürük. Ondan sonra deyir ki, 1 megabayt azalmışdır. Bunu belə də həll edə bilərik müəllimlər. Qiymətləri yerinə qoyub da hesablaya bilərik. Deyir 1 megabayt azalmışdır. 256 dəfə azalan zaman. Baxın, bu x idi. 256 dəfə azalmağı nə deməkdir? Əslində 256 neçədir? Rəng çaları deyir 256 dəfə. Rəng çaları 256 dəfə azalıbsa, deməli burada 256-nın yerinə nə yazmalıydım? X olubsa da 256 dəfə azalıbsa, 256-nı 8 yazılır əslində. Niyə? 8. Bəli. Çünki söhbət rəng palitrasından gedir. Mən burada rəng palitrasını tapmalıyam. Və yaxud da müəllimlər, belə eləməliydim. 256 dəfə azalıb deyəndə artıq onu megabaytı təzədən qaytarıb bitə çevirməliydim. Aydındır. Yəni burada bitə çevirmirəm. Bir dəqiqə görürsün.